İstanbul Hava Limanından mərkəzə necə getmək olar? Gəl mən sənə hər 3 yol deyim. Sən özünə uyğun olanı seç. Birinci yol taksidir. Çıxışda sarı, göy və qara taksilər görəcəksiniz. Ən rahatıdır. Birbaşa otelinizin qapısına aparır. Amma diqqətli olun. Mərkəzə getmək təxminən 1200-1500 lirə tutacaq və tıxaca düşsəniz 2 saata yaxın vaxtınız gedəcək. İkinci seçim havayis avtobuslarıdır. Taksim, Beşiktaş, Aksaray kimi mərkəzi yerlərə birbaşa gedir. Qiyməti təxminən 200-250 lirə arasındadır. Yük yeriniz var və interneti də olur. Həm cibini düşünənlər, həm də rahatlıq istəyənlər üçün ən ideal seçimdir. Gəldik seçimlər içində ən ucuz olana. Əgər tıxaca qalmaq istəmirsinizsə metroya qaçın. Cəmi 25-30 dəqiqə kağıtxanaya çatacaqsınız. Oradan da yemişi xətti ilə Taksimə keçmək cəmi bir neçə dəqiqədir. Qiyməti isə 40-50 lirədir. İndi deyin görüm siz hansı yolu seçərdiniz? Ucuz metro yoxsa rahat taksi? Videonda yaddaşa atın ki, İstanbul enəndə panikaya düşməyəsiniz.